Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Keçən dəfəki verilişimiz sizin böyük marağınıza səbəb olub. Elə ona görə də Jalə ilə qərara gəldik ki, mövzunu davam etdirək. Mən də öz növbəmdə hər bir kəsi salamlayıram. MTV kanalının qarşısında əyləşən bütün tamaşaçılar hər vaxtınız xeyir olsun. Bugünkü qonaqlarımız çox maraqlı olacaq. Belə deyək, könülləri fəth edən, xanımlar üçün gözəl musiqilər oxuyan Arif bəy Səlimov, xoş gəlmisiniz. Çok sağ olun. Teşekkür ederim. Çok bana ettiğiniz dikkate göre Allah size var eylesin. Bu iki bölüşümüz inanıram ki çok güzel olacak. İnşallah. Növbəti qonağımızı təqdim etmək istəyirəm. Gözəl insan, gözəl ürəyə sahib olan psixoloq Tariyel Faziloğlu. Siz də xoş gəlmisiniz. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyinizə görə. Mən təşəkkür edirəm dəvətiniz üçün. Əslində verilişimizi musiqi ilə açmaq istəyərdim, amma ki, buradan bir gözəl qoxu gəlir ki, bilmirəm ha tərəfə fırlanım. Səmirə xanım, xoş gəlmisiniz. Sizin təqdimatınızı Xəyal xanım edəcək. Sadəcə olaraq bir fikrimi deyəcəm. Xəyal xanım, keçin qonağınızın yanına. Nə gözəl şəkər buralar. Mən də naxış qoymaq istəyirəm. Çünki Xəyal xanım sizi təqdim eləyəndə, danışanda mən istəyirəm, bura gördü. Ümumiyyətlə, mən bilirsiniz də mətbəxi çox sevirəm. Ona naxış bir dənəsini qoymasa sizdən olmaz. rica eləyəcəm. Buyur, Jalə xanım. Buyurun, əl qabiliyyətinizə baxacağıq indi. Gözəl. İndisi əziz tamaşaçılar, mən sizə Quba gözəli, Quba şəkər burasının mahir ustası Samirə xanımı təqdim etmək istəyirəm. Samirə xanım bugün bizim mətbəximizin qonağıdır və özünün məşhur Quba şəkər buraları ilə gəlib. Artıq biz söhbət edənə qədər birisini də hazırladı, bişirdi, qoyub. İndi biz ona baxacağıq və sizi elə burdaca iş başında yaxalayaq. Birinci xoş gəlmisiniz. Sağ olun. Necə hiss edirsiniz özünüzü bizim mətbəximizdə? Öz evimdəki kimi. Nə gözəl. Bir Ümumiyyətlə, sualım var. Qubalılar, Xəyal xanım, bir haşiyə çıxmaq istəyirəm. Ümumiyyətlə, Quba rayonu Bakıya çox yaxın olduğuna görə yay vaxtı hamımız gedirik də harasa dincəlməyə falana. İlk öncə ağla gələn birinci Quba olur. Qubaya gedək də. Orada elə bir doğmalıq olur. Sanki insanları, orada olan o ab-hava, yaşıllığı. Mən deyə bilərəm ki, ailəmizlə birlikdə biz Qubanı Bakı kimi qarış-qarış tanıyırıq. Aha. Baxın şəkər buralarınızda. Hə, şəkər buranın da bir xüsusiyyəti var, gərək üzü qızarmasın. Amma mən biləni Yox, Quba qoz paxlavası çörəyini şəkər parasında qızarmalıdır. Aha, elə ona gəlmək istəyirdim. Maşallah. Bu əla bir şeydir ki, buradakı xanımlar hamısı mətbəxi gözəl bilir. Xahiş edirəm mənim şəkər buramı da çəkəsiz. İri planda. Ülvi zəhmət olmasa, Jalənin naxışlarını, əllərini, barmaqlarını, onun maqqaşını lap yaxından çəkəsən. Ekranda göstər. Samirə xanım, Bakı şəkər burası ilə Quba şəkər burasının fərqi nədir? Quba şəkər burasının fərqi odur ki, açma xəmirdəndir. Lavaşını açırsan. Mən burada fikir verdim, siz bir neçə lavaşı üst-üstə qoyaraq elədiniz. Bakı badam burasına oxşatdım mən onu. Badam bura formasında şəkər bura. Aha. Və bildiyimə görə Qubalılar buna qoz çörəyi deyir və çox iri olmalıdır. Yəqin ölçüsünə görə elə deyirlər. Bir dənəsini də rica eləyirəm, verəsiniz mənə, ona da naxışdan. Baxın, əziz tamaşaçılarımız, mən istəyirəm ki, Jalənin naxışlarını lap yaxından sizə göstərəm. Baxın, bizim belə Bacarıram, Samirə xanım. Zərif xanım belə gözəl zərif naxışlar qoyub. Ustamız da buradadır, qiymətini də o versin. Necədir? Əla. Bu naxışın adına nə deyirlər? Cınağı. Gözəl. Və əziz tamaşaçılar, əgər siz Novruz süfrələrinə şəkər bura sifariş etmək istəsəniz, bizim Jalə xanıma müraciət edə bilərsiniz. Çox böyük məmnuniyyətlə. Jalə xanım təkcə bişirməyi yox, yeməyi də çox sevir. Onu da deyim Siz bilirsiniz. onu daha çox sevirəm. Biz Samirə xanımı öz işi ilə baş-başa buraxaq. Bugün həyəcan təşviş pozuntularından danışacağıq. Panik ataklardan. Elə buna görə də istəyirəm verilişimizi Tariyel müəllimdən başlayaq. Tariyel müəllim, xoş gəlmisiniz. Xoş gördük. Günümüzdə həyəcan təşviş pozuntuları həddən artıq çoxalıb. Nə üçün, nədən yarandı bütün bunlar? Bu əvvəla ondan qaynaqlanır ki, Azərbaycan Sovet hökumətindən sonra bir ümumi olaraq kütləvi bir
güvənsizlik yaşadılar. Çünki Sovet hökuməti dövründə öyrədilən bir şey var idi. Heç bir şey bizim deyildi. Nə ordumuz, nə polisimiz, nə milisimiz, nə hakimimiz hamısı bizdən yuxarıların idi və bizim deyildi. Və Sovet hakimiyyəti dağılsa, dövlətimiz, müstəqilliyimiz olsa da, amma şuur həmən dəyişmir. Və biz ümumi olaraq bu ümumi güvənsizlik kütləvi psixoza davam elədi. Sonra bu yaxınlarda özümüz hamımız yaşadığımız ümumi pandemiya, dalınca bizim 2-ci Qarabağ müharibəsi və 2-ci Vətən müharibəsi dediyimiz müharibə ard-arda əhalidə ciddi bir şəkildə təşviş və həyəcanı yüksəltdi, daha da yüksəltdi. Və nəticə etibarilə də bu günləri, məsələn, Azərbaycanda stres indeksi həddən artıq yüksəkdir. Və fikir versəniz, çöldə, küçədə və yaxud da hər hansı bir insanların ictimai olduğu yerlərdə, çox olduğu yerlərə baxsa, insanların üzərində əksəriyyətdə bir gərginlik var. Bu, onların özlərindən asılı bir şey deyil. Ümumi olaraq insanlarda bu gərginlik bu günləri Azərbaycanda ümumi fonda çox yüksək səviyyədə var. Bu da insanlarda təşviş pozuntularının, hər hansı bir ümumi olaraq obsessiv pozuntuların, eyni zamanda psixotik pozuntuların sürətlə artışını göstərir, yaradır və bu da bunun üçün də bu günləri məsələn bu problemlərlə tez-tez üzləşirik. Azərbaycanda orta statistikaya görə təxminən hər 3 adamdan birində panik atak var. Bəli, bəli. Həddən artıq çoxalıb. Bəli, hər 3 adamdan birində panik atak var. Panik atak nədir? Panik atak konkret olaraq insanın hər hansı bir yorğunluq, həyəcan, hər hansı bir müəyyən problem qarşısında olduğu zaman ciddi bir şəkildə boğulma hissi ilə başlayan və ölüm qorxusu ilə yüksələn bir həyəcan formasıdır, təşviş formasıdır və panik atak keçirdən insanlar sanki öləcəkmiş kimi müəyyən qorxular yaşayırlar. Bu da onlarda həm də fizioloji proseslərlə müşahidə olunur. Ürək döyüntüləri artır, hava çatışmamazlığı yaranır, qapalı yerlərdə qalma duyğusu yüksəlir, qorxuları yüksəlir və ona görə təmiz havaya çıxmağa çalışırlar. Konkret olaraq boğulma hissindən qurtulmağa çalışırlar, dərin nəfəs almağa çalışırlar. Hətta gedəcəkləri yerləri belə kilometrlərlə ölçürlər ki, bu qədər məsafə var, mən necə gedə bilərəm? Bəli, bəli. Onlar o qorxu, həyəcan qorxusu, çünki hər bir o qorxudan sonrasında bəlkə fizioloji ağrılar və bəlkə yorğunluq onları demək olar ki, gücdən salır. Ona görə də panik atakdan əziyyət çəkən insanlar komfort zonalardan çıxmamağa çalışırlar. Bu komfort zonalarında qalmağa çalışırlar, uzaqlaşmamağa çalışırlar. Bu da getdikcə onların bir qapanmalarına və ya asosiallaşmasına gətirib çıxardır ki, ölüm qorxusu ilə demək olar ki, həyatlarını tamamilə ölüm qorxusu əsir almış durumda qalır və onlar sadəcə zamanı axmasını istəyirlər də. Yəni bir an öncə zaman axsın və onlar konkret olaraq gecə düşsün, yata bilsinlər. Yəni həyatı yaşamaq demək olar ki, artıq kilitlənmiş olur. Həyatlarını daha çox yuxuda keçirməyə üstünlük verirlər. O hisslərdən qurtulmaqdan ötürü. Bir də bir sual verəcəm. Çox insan panik atak xəstəlik hesab edir. Ancaq düşünürəm ki, üzr istəyirəm, bizim bir material bədənimizin xəstəlikləri var, hansı konkret orqanlarımızın. Bir də var bizim yaşantılarımızdan bizə gələn, travmalarımızdan bizə gələn xəstəliklər. Sonradan qazandığımız xəstəliklər. Hansı ki, panik atak özü də bizim duyğularımızdan yaranan, hisslərimizdən yaranan bir əlamətdir. Psixoloji pozuntudur, panik atak psixoloji problemdir. Amma 2006-cı ildə Dünya Səhiyyə Təşkilatı uzun bir araşdırmadan sonra bir məlumatı yaydı ki, məlumatda deyilirdi ki, bütün xəstəliklərin yaranma səbəbi psixoloji amillərdir. Bədənin fizioloji bütün xəstəliklərin yaranma səbəbi, hətta genetik xəstəliklərin tətiklənməsi də birbaşa psixoloji amillərə bağlıdır. Yəni, bütün xəstəliklərin anası bizim psixologiyamızdır. O baxımdan baxdığımızda panik atak da bir çox fizioloji xəstəlikləri yaratma səbəbi var. Mən sadəcə bir neçə statistikanı deyəcəm burada. Bir beynəlxalq statistika var ki, dünyada psixoloji amillər, yəni konkret desək, stressdən ölənlərin sayı, xərçəngdən ölənlərin sayından 7-9 dəfə çoxdur. Bəli, bəli. Bugün 2024-cü il statistikasına görə dünyada ürək tutmasından ölənlərin sıralamasına görə Azərbaycan dünyada 2-ci yerdədir.
Azərbaycanda, yəni ürək tutması dediyində stressdən ölümdür. Bəli. Və bu sıralamaya görə Azərbaycanda orta yaş, ölüm yaşı 46-dır. Bu deməkdir ki, ölənlərin yarısından, ən azı yarısı 46 yaşın altındadır stressdən ölənlərin sayı. Yəni, psixoloji problem deyib, onu dırnaq arası baxmaq, sadəcə olaraq sözün əsl mənasında ölümlə çilin yağız oynamaq kimi bir şeydir. Çünki psixoloji amillər bizim bütün problemlərimizin, xəstəliklərimizin, eyni zamanda da sosial həyatımızın, iş həyatımızın ən vacib başında duran məsələdir. Psixoloji harmoniya olmadığı halda insanın həyatda heç bir zövq alması, başarılı olması mümkün deyil. Panik atak da bu yaxud dediyimiz məsələdə xəstəlik deyil, amma psixoloji pozuntudur, psixoloji problemdir. Və psixoloji problem olduğuna görə də ona diqqətlə yanaşılması lazımdır. Panik atak ümumiyyətlə iki yerə bölünür. Bir mənşəyi bəlli olan narahatlıqlar, ataklar, bir də mənşəyi bəlli olmayan. Mənşəyi bəlli olanlar panik pozuntu adlanır. Yəni nədir? Məsələn, birisi qəza keçirdibsə, maşın biraz özü sürsə və ya idarə eləsə və ya başqası idarəsi fərq eləmir. Olduğu avtomobil biraz sürəti artırarsa, onda yenidən həm ölüm qorxusu, çünki yaşadığı travmaya bağlı olaraq ölüm qorxusu aktivləşir və onda panik pozuntu şəklində özünü göstərir. Panik ataksa mənşəyi sonradan unudulmuş problemlərdir ki, bu da ümumi genələ yayılır, ümumiyyətə yayılır və acı yorğunluq belə, sinir sistemi yorğunluğu belə panik atak yaratmağa səbəb ola bilər. Hər hansı bir keçdiyi həyəcan belə panik atak yaratması səbəb olur. Hətta sevincli bir xəbər alması belə bir tətikləyici rol oynayıb panik atak yarada bilər. Panik atakdan insanlar tamamilə evə qapanmış durumda qala bilirlər ki, bu günləri bu psixoloq olaraq bununla tez-tez üzləşirik. Bugünkü gün ümumiyyətlə psixoloqlar çoxdur. Belə deyək də, çox aktual bir mövzular var ki, hamının ailə psixoloquna ehtiyacı var, hamının yaşadığımız həyatda bir çox problemlərlə üzləşirik. Sanki kiminləsə dərdimizi bölüşəndə bizim üçün bir rahatçılıq olur. Düzdür, keçmişdə belə şeylər yox idi, psixoloq və yaxud ailə psixoloqu, amma indi mənə elə gəlir, indi bunun olması daha yaxşıdır. Çünki insan bəzən içində saxladıqlarını, bölüşə bilmədiklərini mütləq şəkildə bölüşməlidir. Və bu dəqiqə gündəmdə olan ən, belə deyək də, qlobal mövzulardan biri budur ki, panik atak. Tərir bəy, panik atakdan necə qurtulaq? Panik atakdan son zamanlar dediyim kimi, hər 3 nəfərdən biri aşağı-yuxarı bugün panik atakdan əziyyət çəkdiyi üçün panik atak xəstələri, yəni əziyyət çəkən insanlar bütün günü həkimləri gəzirlər. O həkim sənin, bu həkim mənim. Və əksər hallarda da həkimlər onlara dərmanlar yazırlar, amma panik atakın dərman müalicəsi yoxdur. Panik atakın bir mütləq şəkildə psixoloji dəstək alması lazımdır. Panik atakdan əziyyət çəkən insanlar mütləq şəkildə psixoloqa getsinlər, normal bir psixoloji dəstək alaraq tamamilə ondan xilas ola bilərlər. Və tam rahat, relaks şəkildə həyatı tam hiss edərək həyatlarını davam edə bilərlər. Yaxşı, belə deyək də, başa düşdüm sizi, amma bəzən psixoloqlar seçimində yanılmaq o deməkdir ki, artıq müalicənin düzgün getməməsi deməkdir. Bax, o düzgün psixoloq seçimini necə eləyək? Düzgün psixoloq seçimini eləyəndə mütləq şəkildə psixoloqun ən azından bu sahədə təhsil alması ilə bağlı məlumatı dəqiqləşdirin. Çünki bu günləri təəssüf hissi ilə deyə bilərəm ki, Azərbaycanda ixtisası psixologiya sahəsində olmayan, ümumiyyətlə psixologiya aidiyyəti olmayan insanlar bekarçılıqdan mən psixoloqam deyib insanları aldada bilirlər. Ona görə də yaxşı olar ki, psixoloji təhsili olması ilə bağlı məlumatı dəqiqləşdirərək onlara müraciət edə bilsinlər. Panik atak amma bir məsələ var ki, spesifik sahədir və onun üçün xüsusi olaraq o sahədə ixtisaslaşmış psixoloqlar daha effektiv nəticə verə bilirlər və nəticə ala bilirlər ki, nəticədə daha tez bir şəkildə problemlərdən qurtula bilirlər. Panik atak dediyim kimi, yəni bir təşviş pozuntusudur, bir emosional bir pozuntudur və onun dərman müalicəsi. Çünki dərman fizioloji mərkəzi sinir sisteminə təsir göstərir və müəyyən mənada onun fəaliyyətində ya ləngimələr və ya da fəaliyyətində müəyyən yönləndirmələr verə bilir, təsir edir
O da müəyyən mənada insanda rahatlatma duyğusu yarada bilər. Amma dərman müalicəsi bitdiyində təzədən həmin duyğular, düşüncələr, qorxular aktivləşir və əvvəlkindən daha güclü aktivləşib, daha da ağır formada təsir edə bilər. Ona görə də panik atakdan müalicə üçün mütləq şəkildə psixoloji dəstək almaq daha məqsədə uyğundur. Bunları anladım. Siz dediniz ki, heç bir dərman müalicəsi alınmamalıdır. Amma panik atak bildiyim qədərilə insanın ürək döyüntüləri yüksək olur, təşvişə düşür, əllər əsir. Fizioloji əlamətləri birbaşa fizioloji problemlə əlaqəli deyil. Məsələn, panik atakda həyəcan təşviş yüksələndə ürək döyüntüsü artır. Bəli. İnsanın nəfəs darlığı artır və ümumiyyətlə insanda bir boğulma hissi yaradır. Ağlamaq hissi, kövrəlmək hissi, qəhər hissi. Qəhərlər yaranır və bu da konkret olaraq psixoloji ondakı reaksiyanın fizioloji reaksiyalar, əlamətləridir. Bəli. Bu da məsələn, panik atak nəzərə çəkən insanlar əksər hallarda kardioloqa gedirlər, heç bir şey olmur. Uroloqa gedirlər, hətta müxtəlif həkimlərin hamısını gəzirlər. Heç bir nəticə çıxmır. Məsələn, ağciyər pulmonoloq deyirlər, pulmonoloqlara çox gedirlər ki, nəfəs boğulmaları nədən olur, amma heç bir nəticə vermir. Çünki bu dediyim fizioloji əlamətlər həmin panik atağın yaratdığı fizioloji əlamətlərdir. O xəstəliyin hər hansı bir fizioloji problemin deyil. Ona görə də problemin həllində o cür fizioloji əlamətlər də artıq ortadan qalxmış olur. Aydındır. Təşəkkür edirəm. Çox sağ olun, Mən doktor. təşəkkür edirəm. Bu arada MTV Azərbaycanın efirində reklam dəqiqələridir. Reklam ayrılırıq. Az sonra sizinlə yenə də bir yerdə olacağıq. Reklamlar bitdi və biz yenə də studiyadayıq. Mən sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bizim əziz qonağımız Daryel müəllimin işləri olduğu üçün verilişimizi erkən tərk eləməli olacaq. Ona görə də gəlin bir yerdə Daryel müəllimə təşəkkürümüzü elan eləyək. Çox sağ olun Daryel müəllim, gəldiyinizə görə. Mən təşəkkür edirəm dəvətiniz üçün. Üzrü sayın, getmək zorundayım. Gələn verilişlərdə inşallah dəvət edəsiniz. Görüşmək üzrə. Təşəkkür edirəm. İnşallah daha geniş formatda bu məsələləri bir yerdə müzakirə Sağ olun. edərik. Təşəkkür edirik. Çox sağ olun gəldiyinizə görə. Arif bəy, ümumiyyətlə incəsənəti sevən insanlar mətbəxi çox sevir. Çünki mətbəx özü də bir incəsənətdir. Mən deyərdim ki, yemək özü də bir incəsənətdir. Çünki deyirlər axı yemək mədəniyyəti deyə bir şey də var. Yemək mədəniyyəti. Bilirəm ki, siz də yeməyi çox sevirsiniz. Və hətta gecələr belə. Sizə təşəkkür edirəm verilişinizdə bir daha. Doğrudan da mən bunu nəysə xatir demirəm. Çünki görünən kəndə bələdçi olmaz belə bir deyim var. Doğrudan da verilişin adı da gözəldir. Hər şeydən biraz. İnanın, həqiqətən də mən izləyicilərə deyirəm ki, mən bayaqdan burada o qədər gözəl bilgilər aldım ki, yəni istər psixoloqumuzdan, istər mətbəxdə o gözəl xanımımızdan, istər xəyaldan, istər sizdən, istər bütün. Yəni burada izləyicilərimizə demək istəyirəm ki, biz burada hər şeyi bizi görürlər, amma burada çox insanlar çalışırlar bir verilişin yaranması üçün. Operatorlar, rejissorlar, pult arxasında əyləşənlər. Ona görə də mən düşünürəm ki, ən gözəl verilişlər sırasında mütləq olacaqsınız. Çünki mətbəxsiz həyat ola bilməz. Bəli. Mənim üçün səhər mətbəxdən başlayır. Axşam yatmaq da etiraf edim ki, mətbəxlə bitir. Mən çox qurmanam yəni. Mən də. Dadı sevən bir insanım. Düzdür, biraz kilo almışam, amma nə edim yəni? Mən də indi bu cürəm də yəni. Bir dəfə gəlirik həyata. Amma ürəyim nə istəyirsə, yəni onu gecə 3-də də olsa Jalə xanım, nə olur olsun onu tapıb İnanın ki, mən də. Mən iki qurmanın arasındayam bu dəqiqə. Amma izləyicilərə demək istəyirəm. istəyirəm, bu yəni bizə yaraşır. Yəni mənim ruhuma, hər bir adama ola bilər ki, böyük fəsadlar verə bilər yəni çox yeməkdə. Amma nədənsə elə yeməklər mənə vurulub, mən də onlara. Nə gözəl. Arada sevgi olanda belə olur. Çox sağ olun dəvətinizə görə. Arif bəyin gözəl bir musiqisi və ifası var. Yəni o musiqiyə, o ifaya göz yaşı axıtmadan qulaq asmağı məncə ruhsuz bir insan adlandırardım mən o insanları. Doğrudan ciddi deyirəm. Yəni mənim üçün musiqi çox dəyərli bir şeydir. Mən mətbəxlə yanaşı səhərimi musiqi ilə də açıram. İlk öncə duran kimi televizoru yandırıram, gözəl bir musiqi, dualar və günə davam. Jalə, əslində sən çox düzgün başlayırsan günə.
Çünki mətbəx, qida bizim bədənimizin qidasıdırsa, ruhumuzun da qidası musiqidir, duadır. Bəli. Elə ona görə də gəl sözü verək musiqiyə. Hansı musiqiyə? Gözəl bir xanımlar haqqında olan musiqiyə. Möcüzə qadını eşitmək istəyirəm. Bütün Allah möcüzə qadınlara gəlsin. Buyurun. Təşəkkür edirik. Sen deme dünyada belə insan da varmış. Kalbinde derdi olsa da hamıdan gizlemiş o. Seni gördüğüm günden adını değişmişem. Koymuşam adını möcüze kadın. Sen bir sirsen, sehirsen, sana can fedadır. Kim seni sevse kadın, dünyası değişer bil. Kim ağlatsa seni, yanar dünyası yanar. Adını koymuşam senin möcüze kadın. Derdini gamini gizletmişsen hamıdan kadın. Birce defa gözünde senin yaş görmemişem. Sen nece düzmüşsen bu yalan dünyada kadın. Adını koymuşam senin möcüze kadın. Derdini gamini gizletmişsen hamıdan kadın. Birce defa gözlerinde yaş görmemişem. Sen nece düzmüşsen bu yalan dünyada kadın. Adını koymuşam senin möcüze kadın. Sen okunmamış kitap, sen yazılmamış verəxsən kadın. Sen dört fəsilsən, hem baharsan, hem kışsan, hem yazsan, hem yaysan kadın. Bir dünyasan, möcüze kadın, möcüze kadın. Derdini gamini gizletmişsen içinde kadın. Birce defa gözlerinde yaş görmemişem. Sen nece düzmüşsen bu yalan dünyada kadın. Adını koymuşam senin möcüze kadın. Derdini gamini gizletmişsen hamıdan kadın. Hiçbir zaman gözlerinde yaş göstermemişsen. Sen nece düzmüşsen bu yalan insanlara. Adını koymuşam senin möcüze kadın. Adını değişmişem, adını değişmişem. Koymuşam adını möcüze kadın. Adını değişmişem, adını değişmişem. Koymuşam adını möcüze kadın. Təşəkkür edirik. Çox sağ olun. Çok sağ olun. Çox gözəl mahnıdır. Beğendiniz mi? Doğrudan. Sözleri ve musiqisi mənim özümə aid idi. Elə özəlliyi ondadır da. Mənə hamı soruşduqsa dedim ki bu mahnı kimə ithaf olunub? Mən dedim ki mən bu mahnını bir ruha ithaf etmişəm. Amma bütün qadınların bayaq dediyiniz mənim Bəli. həyatım. Yəqin ki o sizin demək istədiyiniz amma deyə bilmədiklərinizi mən onu duymuşam və bu nəğməyə qoymuşam ki, sizlər onu orada ona layiqsiniz. Çünki həqiqətən də həyatın doğrudan gözəlliksiniz. Həyat hər halıyla möcüzədir. Mənim anlamımda həyat başdan başa möcüzədir yəni. Əlbəttə ki, yaşadığımız hər yeni gün möcüzədir. Bu arada möcüzə qadın demişkən, xanım demişkən, sizin də gözəl bir qız evladınız var. Allah onu qorusun, Allah Doğum saxlasın. günüydü dünənlərim. Böyük qız olsun. Bir neçə gün əvvəl sağ olsunlar burada
da MTV yenə məni sevindirmişdi. Nə gözəl. Nuranə xanımın verilişində mənim Zəhram gəlmişdi. Gözəl. Həm də oxudu, həm də gözəl doğum günü tortunu kəsdi. Adına da Çox qurban, maraqlı bir gün özünə də bəxş etdi. qurban. Ona görə mən bütün heyətinizə təşəkkür Böyük edirəm. qız olsun. MTV-nin bütün rəhbərliyinə ki, bizi kimi insanları diqqətdən kənarda saxlamırlar. Bilirsiniz də bu dəqiqə televiziyalarda Bəli. necə yəni qonaqlar çağırılırlar. Daima eyni adamlar, eyni adamlar. Amma biz mən hər çalışırıq zaman- ki, fərqlilik Amma mən edək. hər zaman özümə qarşı belə sevgi görmüşəm. Ona görə sizə də çox sağ ol deyirəm ki, məni yadınıza saldınız. Bəs nə Mən borcumuzdur. Bir gün keçmiş də olsa, biz də buradan Zəhranı təbrik edirik. Böyük qız olsun, böyük bala olsun, bəxti gözəl olsun. Arzularına Papasının, çatsın. mamasının layiqli evladı olsun. Bir valideyn üçün evladın xoşbəxt olması dünya deməkdir. Amin. Arif müəllim, bir də bir şey demək istəyirəm. Sizin bu möcüzə qadın mahnınıza mən hər dəfə qulaq asanda öz-özümə düşünürdüm ki, bunu bir xanım yaza bilər. Çünki qadının yaşantılarıdır, qadının duyğularıdır. Və biləndə ki, bunun müəllifi sizsiz, bir kişi olaraq qadını bu şəkildə dərindən görə bilmək də hər kişiyə xas olan bir Çünki xüsusiyyət mən deyil. ən növbədə anamı izləmişəm hər zaman. Allah ölənlərinizə rəhmət eləsin. Allah rəhmət Cənnət Mən məkanı hər olsun. zaman onu izləmişəm. Bir övlad valideynini izləyir. Yəni izləmək, Bəli. yəni daim onu görmək demək. Bəli. Xüsusilə də oğlanlar, oğul Yəni mən evladları onu izləmişəm. ananın portreti ilə yaşayırlar. İnanın səmiyyətimə. Mən yatırdım balaca vaxtıda. Anam gəlirdi, işığı yandırırdı, söndürürdü. Yandırırdı, söndürürdü. Ta böyüyənə qədər mən bu sual mənim inanın ki, o artıq özümü dərk etdiyim zamanlarda da gəlirdi ki, bu nədəndir belə? Bu niyə eləyir bunu yəni belə? Mənə o qədər şey gəlirdi. İndi yəni demək istəyirəm ki, mən o duyğudan yazmışam ki, dərdini, qəmini gizlətmisən sən. Yəni o övladı üçün elə o sətir, hər sətir bir xanıma ithaf olunub, bir qadına ithaf olunub, bir anaya yəni ithaf olunur, amma bütünlükdə yəni gözəl. Məsələn, elə valideynlər var ki, onlar heç övladlarının dərdini çəkmirlər. Bəli. Amma elə valideynlər var ki, onlar övladları ilə hər saniyə, hər an maraqlanırlar, istəyirlər ki, Bəli. fədakarlıq canlarına Həssaslıqla yanaşırlar. ömürlərini verirlər ki, öz yaşadığı çətinliyi balaları yaşamasın. Ona görə mən bütün qadınların dilindən, yəni onları duyduğum üçün çox gözəl dediniz. Bunu çox adam mənə deyir ki, bunu siz yazmısınız deyirəm və deyirsiniz bizi necə oxumusunuz deyirəm ki, bəs mən izləmişəm fədakar anaları. Sizin Allah sizlərə təqlidiniz can sağlığı buradadır. nəsib etsin Arif diləyirəm. müəllim, mən istəyirəm ki, ikinci bir mahnını təqdim Buyurun, bu edək. mahnını da inanıram çox sevəcəksiniz. Nədən belə küskün? Məni insanlara daha çox sevdirən nəğmələrimdən də biri bu oldu. Çox-çox var olasınız. Bugünkü mahnıları siz seçmisiniz. Ona görə Bəli. mən bir şey deyəmməm. Buyurun. Doğrudan O da zaman buyurun insan, səhnəyə. doğrudan da insan Arif bəy, hərdən hər şeyə küskün olursan, amma axtarıb tapa bilmirsən ki, Yes. nəyə, niyə. Buyurun, eşidirik sizi. Buyurun səhnəyə. Nədən belə küskünəm, heç özümdə bilmirəm. Hava yenə yağışlı, sevinmirəm, gülmürəm. Təbəssümüm qaçıbdır, oturmuşam fikirli. Qarşımda bir fincan çay, niyə beləyəm qəmli? Təbəssümüm qaçıbdır, oturmuşam fikirli. Karşımda bir fincan çay, niye beləyəm qəmli? Nədən belə küskünəm, heç özümdə bilmirəm. Hava yenə yağışlı, sevinmirəm, gülmürəm. Küçədə yağış yağır, düzün desəm sevmirəm.
Bulutlar ağlayanda mən də deyib gülmürəm. Bəlkə də darıxmışam, ürək coşub çağlayıb. Keçən ömrüm üçün bu gözlərim ağlayıb. Nədən belə küskünəm, heç özümdə bilmirəm. Hava yenə yağışlı, sevinmirəm, gülmürəm. Nədən belə küskünəm, heç özümdə bilmirəm. Hava yenə yağışlı, sevinmirəm, gülmürəm. Ətrafıma baxıram. Hər kəs məni çox sevir. Amma nədənsə içim tənhalıqlarla keçir. Nədən belə küskünəm? Heç özüm də bilmirəm. Heç özüm də bilmirəm. Özüm də bilmirəm. Nədən belə küskünəm, heç özümdə bilmirəm. Hava yenə yağışlı, sevinmirəm, gülmürəm. Nədən belə küskünəm, heç özümdə bilmirəm. Hava yenə yağışlı, sevinmirəm, gülmürəm. Nə deyim valla? Bu gözəl mahnımızın sözləri Elnarə xanım Nəcəf qızınındır. Gözəl. Çox şirin, çox həzin sözlər idi. İnanırsınız ki, mən bu mahnını oxuyuram. Yayda belə yağış yağıb, qışda belə hər fəsildə yağış yağır. Çox qəribədir ki, sözlərin gücünə inandığım üçündür bəlkə. Amma bayaq qəşəng dediniz. Rəbbim bizə heç vaxt küskünlük nəsib etməsin. Amma hərdən mən həmişə deyirəm ki, Zahirə xanım, mən həmişə deyirəm ki, hərdən kədər də qonaq gəlsin mənim ömrümə. Ona görə gəlsin ki, tanıyım dostumu, doğmalarımı. Hərdən yalnızlıq da mənim ömrümə yazılsın. Kədər də, acı da mənə nəsib olsun. Mən onsuz da öyrəşmişəm olanlara, yalanlara, dolanlara. Mən kədərsiz də yaşaya bilmərəm həyatımda. Bu mənim öz düşüncəmdir, yəni. O ilahi kədərlər başqa şeydir, amma mən hərdən istəyirəm məni aldatsınlar, tanıyım adamları. Mən hərdən istəyirəm məni yalvarsınlar, tanıyım insanları. İzləyiciyəm mən. Həyatımda hər zaman izləyiciyəm. Heç kim bilə bilməz ki, mən kinli insan deyiləm, əsla. Mən çünki ruhumu heç vaxt gərgin, kin insanı xəstə edir, yəni bunu biləsiniz. Amma mən hər zaman istəyirəm hərdən aldanmaq, hərdən ağlamaq, hərdən yalvarmaq. Bu bilirsiniz nə deməkdir? Bu mənim həyatımda insanlara bağışladığım qisasımdır. Onlardan alacağım qisasımdır. Yəni mən susaraq, yəni mən susanda həmişə yalvarıram Allaha ki, ya Rəbb, mən susuram, sən özün danış. Çünki bəzən elə anlar olur ki, biz dostluğa, illərə xatir deyə bilmirik sözümüzü. Sözümüzü demək istəyirik, amma deyə bilmirik. Çünki ortada illər var. Baxırıq ki, amma o insan üçün illər deyilən bir anlamı yoxdur. Onda mən öz-özümdən küsürəm, yəni. Onda mən insanlardan heç vaxt küsmürəm. Hər zaman mən özümdən küsürəm. Amma inanın ki, kədərlə dostlaşmaq bizi sonuçta ruhumuzla qovuşmağa bəxş edəcək. Yəni bizim sonumuz möhtəşəm olacaq. İnşallah. Xanım ortada çox gözəl bir şeir dedi. Sevənim çoxdur. Şairə xanım, Elnarə xanım. Çox sağ olsun. Təşəkkür edirəm buradan da ona. Ətrafıma baxıram, hamı məni sevir, amma yalnızam. Görəsən niyə? Valla onu gəlir şairədən sorsun. Gələn dəfələrdə gətirərəm şairələri. Mütləq. Ümumiyyətlə şairələrin bir başqa dünyası olur da. Deyir, bir söz var, mən səni sevirəm. Onların dilində onu necə izah eləyə bilərsən? Mən səni gördüm gecə yarı və yaxud gözlərin, saçın, hər bir incəliklə səni ifadə edir. Adi, sadəcə bir sevirəm, səni sevirəm sözünü.
Çox sağ olun bu gözəl ürəyə sahib olduğunuza görə Bugün Arif bəy. sizi biraz duyğulandırdım, amma mən düşünürəm ki, hərdən ağlamaq da lazımdır, hərdən duyğulanmaq da lazımdır. Çünki o hisslər insan üçün yaranır. Bəli. O hissləri biz yaşatmasaq, bir insan musiqi dinləyəndə duyğulana bilmirsə, vay o insanın halına. Vay Demək o ki, onun insanın qəlbi doğrudan halına. Artıq donub yəni. Allah bizi ayırmasın. Fərq etməz, mən demirəm mənə qulaq assınlar gecə-gündüz. Fərq etməz, Amma fərq musiqi etməz. insanın doğrudan da ruhunun qidasıdır. Hər halıyla. Bəli. Ruhumuzdan danışmışkən doktorumuz da buradaydı. Bayaqdan panik atakdan söhbət elədik. Elə istəyərdim ki, biraz siz də öz fikirlərinizi bizimlə bölüşəsiniz. Panik atak deyilən bir xəstəlik, baxın onun dərmanları çox gözəl vurğuladı bizim psixoloqumuz. Yəni mümkünsüzdür, alışqanlığa gətirib çıxaracaq. Pedagogiksən ki, sən alışmısan uca, sən panik ataksız yaşaya bilmirsən. Yəni insanlar belə olurlar. Adətkarda alırsan artıq. Vərdişə alırlar. Bir də mən sizə bir şey deyim. İstənilən yaşantımızın, qorxularımızın səbəbi gedir çıxır tənhalığa və ölümə. Bilirsiniz, mən sizə bir dənə söz deyim, tam olaraq deyirəm də, mən öz həyat təcrübəmdən deyirəm, Xəyal xanım. Ola bilər ki, həyatda insanlar fərqlidirlər, yəni hamımız eyni ola bilmərik, yəni. Adam ola bilər ki, qışqıraraq rahatlıq tapır, adam var ki, sındırır, dağıdır. Amma mən yaradıcı adam olduğu üçün hər zaman qarşımdakı insanların qəzəbindən sonra onlar məndə toplanır, bir nəğməyə çevrilir. Bir əsər yaranır. Bir yaranır, amma mən özüm əziyyət çəkirəm, inanın. Elə mahnılarım var ki, mən onları yazanda ölüb dirilirəm, yəni. Dərhal kino lenti kimi önümə gəlir gözümün. Yaşayırsınız da onları Hə, biraz. ona görə də mən artıq düşünürəm ki, dekabrda da mənim ad günümdür. Gözəl. Mən artıq dekabrdan sonra yeni bir Arif Səlimovu yaradıram, eskizini cızmışam onun. Sizə də tövsiyə edirəm. O Arif Səlimov hər səhər yuxudan duran kimi aynanın önünə keçəcək, öz gözlərinin içinə baxacaq və deyəcək ki, mən səni çox sevirəm. O Arif Səlimov deyəcək ki, əllərinə məni bağışlayın, mən sizi boş adamlara uzatmışam. O Arif Səlimov öz yeni ilinə, saçlarına, bütün əzalarıyla, yəni 2024-dən 25-ə keçəndə bütün əzalarıyla danışıb, onlara söz verib və yeni bir Arif Səlimovun olacağını, eskizini, çəkisindən tutmuş, baxışına qədər, ilk dəfə söyləyirəm bunu, hər halıyla, yəni inanın ki, o özümü yenidən elə bilin ki, dünyaya gətirəcəm. Ona görə deyirəm, kim nə edirsə qoy bu ildə eləsin, çünki sonra məni tapa bilməyəcəklər. Gözəl. Gözəl fikirdir. Gözəl. Deməli, özünüz həm rejissor olursunuz, həm ssenarist olursunuz, həm başrol Yəni ifaçısı heç olursunuz. bir kimsə belə onu dağıda bilməyəcək. Çünki bu mənim yox, bu onun istəyidir. Fizioloji olan adam, cismani olan adam çox bağışlayır bunu. Bax bunu deyim sizə, inanmırsınızsa sınayın da. Amma qəlbimizin içində boğub balaca uşaq kimi yaşan, onu boğmuşuq. Ayıbdır. Məsələn, mən indi gəzintiyə istəyirəm gedim Qəbələdə o qışda belə gedirlər, nədə onlarda kanatın ayısta ol. İstəyirəm, amma bəhanələrim var. Məsələn, məndə olurdu, deyirəm, maşınım var, sən deyirəm, yox, istəmirəm. Amma sizə dediyim Arif Səlimovun hər şeyi mütləq bəli və amin deyən olacaq. Çünki nə qədər ki istəmirəm deyirəm, o qədər də olmur. Nə qədər istəyirəm deyəcəmsə, o qədər də olacaq. Və son nəticəyə gəlirik ki, endən belə ki, Arif Səlimov öz ruhuyla yaşayan insan olacaq. Yox, bütün insanlarla və insansız həyat olmaz əzizim. Amma sadəcə olaraq mən bu mənim fikrimdir. Mən bugünə qədər yorduğum əzalarımın, mən bugünə qədər hamını xoşbəxt edib özü əziyyət çəkən insanı artıq heç kimdən heç nə istəmədən, çox sakit formada yəni, belə deyək də, hərdən telefonu belə çevirəcək, deyəcək ki, sizi varlığıma ac qoyuram. Çünki mən artıq məşqdəyəm. Səni varlığıma ac qoyuram. Məni zülüm axtaracaqsınız. Çünki mən artıq şeydəyəm, öz eskizimin gəzintisindəyəm. Silueti yaratmışsınız artıq. İndi kaş ki onu dağıtmayın da. Məndə belə bir şey var, öz qurduğumu özüm dağıtıram bir də görürsünüz. O gün olsun biz yaradaq. Amin. Amin. Arif bəy, duyğulardan danışmışkən biz də duyğularımıza, göz yaşlarımıza hakim ola bilmirik.
Sizin daha bir gözəl mahnınız çıxıb. Bəli, bəli. Bilirəm ki, ekskluzivi bizə məxsusdur. İnşallah. Nə xoş bizim halımıza. Sözləri çox gözəldir, bəyənəcəksiniz. Sairə xanım Pənaha aiddir. Uzun illər əvvəl yazmışam. İnşallah gözəl bir klip çəkdiririk, bəyənəcəksiniz. İnşallah, çox gözəl, Öncə təbriklər. deyəcək ki, nəyimə gərək bu nakam insanlar, bu yalan insanlara. Axırda da deyəcək ki, aşiqəm mən, öz qəlb ortağıma aşiqəm mən. Buyurun, Gözəl. dinləyin. Buyurun, eşidirik sizi böyük Buyurun. məmnuniyyətlə. Sevgi temizdir, sevgi azizdir. Ben seni sevirdim temiz sevgiyle. Her defa sen onu taptalayardın. Ben ise çaresiz kalan sevgimi. Sevgi temizdir, sevgi azizdir. Ben seni sevirdim temiz sevgiyle. Her defa sen onu taptalayardın. Ben ise çaresiz kalan sevgimi. Körpe uşak tek kucaklayardım. Bu sevgiden bir ocak yandırdım. Odu alışmadı, alov tutmadı. Ah yanmayan ocak neyime gerek? Ben yenice ottan çıkmış biriyim. Bu sevgiden bir ocak yandırdım. Odu alışmadı, alov tutmadı. Ah yanmayan ocak neyime gerek? Ben yenice ottan çıkmış biriyim. Yüreğim yanıptır nakam sevgide. Neyime gerek? Neyime gerek? Bu nakam sevgi neyime gerek? Neyime gerek? Neyime gerek? Bu nakam sevgi neyime gerek? Özünde bilirsen yok artık çare. Yüreğimden çıkarmışam seni ben. İndi öz evim var, öz ocağım var. Ocağımı yandıran kalp ortağım var. Kalp ortağıma çok aşıkım ben. Aşıkım ben, aşıkım ben. Kalp ortağıma çok aşıkım ben. Aşıkım ben, aşıkım ben. Kalp ortağıma çok aşıkım ben. Neyime gerek, neyime gerek? Bu nakam sevgi neyime gerek? Neyime gerek? Neyime gerek? Bu nakam sevgi neyime gerek? Neyime gerek? Neyime gerek? Neyime gerek? Neyime gerek? Bu nakam sevgi neyime gerek? Neyime gerek? Neyime gerek? Bu nakam sevgi neyime gerek? Ay
Nəyimə gərək. Ay maşallah Bəyəndinizmi? olsun Arif bəy. Təşəkkür Bütün edirəm mahnılarınızda gözəl O sözlərə. sizin o səsinizin xırıltılı olmağı, o yanıqlı oxumağınız. Hə, elə bil ürəyinizlə də hər şeyi ürəklə edirsiniz. Məncə ona görə gözəl alınır. Ürək qoymaq özü böyük bir şeydir. Gözəl görmək üçün deyir gözəl gözlər lazımdır. Bəli. Siz onu görə bilirsinizsə, nə xoş mənə. Bu normal bir şeydir. Mən həmişə həyat devizim olub ki, yazdığım nəğmələrdə, yazdığım əsərlərdə milyardlarla baxış sayını heç vaxt düşünüb yazmamışam. İndiki insanlar, bəzi bəstəkarlar da var, müğənnilər də var. Mən istəmirəm biraz belə qalmaqalı söhbətlər olsun. Yəni inanın səmimiyyətimə, onları bura dəvət etsəz və bir piano da qoysaz və iki dənə də gözəl şairlərimizdən dəvət etsəz, bir şeiri demədən, onlara demədən, bir şeiri onun qabağına, bir şeiri bu bəstəkarın, birini mənim qabağıma qoysaz ki, buyurun yazın, duyğulanın. Təbii ki, yəni normal adam var ki, belə içindən yazır, əlləri ilə piano ifa edə bilmir, amma Bəli. məsələ buradadır ki, mən özüm haqqında tərif kimi demirəm, yəni. Amma qərarı alıram ki, yəni bilirsiniz, mən istəyirəm ki, Bəzən insan özünə dəyər bəli, verməlidir. ekranlarda gözəl musiqilər səslənsin. Bu mənim üçün çox önəmlidir. Çünki mən Ölməz Şəfiq Axundovanın tələbəsi olmuşam. Gözəl musiqilər olsa, gələcəyimiz də gözəlləşəcək. Uşaqlarımız Bu qədər. keyfiyyətli musiqini Bəli, eşitməlidir. bəli, onu eşitmək. Təşəkkür edirik sizə. Hədsiz Mən təşəkkürlər. sizə təşəkkür Çox sağ olun. edirəm. Çox böyük zövq aldım. Reklam fasiləsində şəkərburadan yedim. Bəli. Hər Şəkərbura bir- demişkən, əlləriniz Səmrə var xanım. olsun, əlləriniz var olsun. Mən sizə sonsuz təşəkkür edirəm. Bir bəstəkarı, bir müğənninin əhvalını, ruhunu şad edən onu verilişlərə dəvət etmək. Bəli. Çünki biz yazırıq, yaradırıq ki, Təqdim xalqımıza etmə. göstərək. Sizlər olmasanız biz necə onu göstərə bilərik? Sizə çox-çox təşəkkür Bizim edirəm. borcumuzdur. Allah sizə həmişə bərabər etsin. Təşəkkür Gözəl edirik. Çox verilişlərdə. sağ olun. Çox sağ olun. Səmrə var xanım, olun. sizə də bu arada dərin təşəkkürümüzü bildiririk. Bu cür gözəl şəkər buralara görə. Qubaya da buradan salamlar göndəririk. Çoxlu. Öpürük orada olan bütün bizi sevənləri və bizim sevdiklərimizi. Xəyal xanım, Paxlava Butik bizə bugün yenə gözəl şirniyyatlar göndərib. Təşəkkür edirik Ceyhun bəyə, Turan xanıma. Dərin təşəkkürümüzü bildiririk. Keçən verilişimizdə çox gözəl vurğulamışdım ki, hər növ şirniyyatlar var Paxlava Butikdə. Hər zaman yaxınlaşıb, istifadə edib, əldə edə bilərsiniz. Bu arada Paxlava Butikə müraciət etmək istəyirsinizsə, əlaqə nömrələri Aşağıda qeyd olunub. Qeyd olunubdur. Azərbaycanın ilk multibrend şirkəti olan VIP Life-dan danışmaq istəyirəm. VIP Life hər dəfə bizim verilişimizin qonaqlarına gözəl hədiyyələr verir. Elə indi mən də onu gələn qonaqlarımıza təqdim edəcəm. Arif müəllim, bu sizin üçün, bu isə sizin gözəl balanız Zəhra xanıma bizdən ad günü Çox hədiyyəsi. sağ olun, təşəkkür edirik VIP Life-a. İnşallah biz də sevə-sevə işlədərik. Gələn verilişlərdə onların məhsullarının haqqında öz fikirlərimizi bildirərik. Çox Təşəkkür edirəm Biz təşəkkür hədiyyəniz. edirik. Səmrə xanım üçün. Sizə əlləriniz dərd görməsin deyirik. Çox sağ olun bu cür gözəl şəkər buralara görə. Özünüz də gözəl bir xanımsınız. Sağ olun, Bir xanıma da ən təşəkkür dəyərli hədiyyə nədir? Parfum. Sağ olun, çox sağ olun. Hər zamanki kimi Eliana Beauty-nin bütün kollektivinə təşəkkürümüzü bildiririk. Bugünkü bu yağışlı havada, bu soyuq havada tələsə, qaça-qaça hər dediyimizi, hər kaprizimizi dözdüklərinə görə yenidən o xanımların hər birinə təşəkkür edirəm. Və adaşım olan Jalə xanımı öpürəm buradan. Təşəkkürlər Eliana Beauty Home-a. Daha sonra bir xanımın deyirlər ki, əlləri hər zaman gözəl olmalıdır. Aşağıda yazılan bu nömrələrdən Seva xanıma müraciət edib bizim kimi gözəl dırnaqlara sahib ola bilərsiniz. Bugünkü geyinmə görə Nila Butikə təşəkkür etmək istəyirəm. Nila Butikdə qadınlar üçün həm ziyafət, həm də günlük geyimlər var. Zövqlü xanımların məkanı Nila Butik. Və mən də öz növbəmdə təşəkkür etmək istəyirəm gözəl geyimlərə görə. Xəyal xanım, daha bir verilişimizin sonuna gəldik. Əziz tamaşaçılar, sizə təşəkkür edirik bizə baxdığınıza görə, bizə xoş sözlərinizi yazdığınıza görə. Biz də öz növbəmizdə çalışırıq ki, sizə xoş olacaq insanları verilişimizə dəvət edək. Gələn həftə görüşmək ümidi ilə hələlik deyirəm.
və bizə yazmaq istəsəniz, yenə də ekranın aşağısında gördüyünüz nömrələrdən bizə yaza bilərsiniz. Hansı mövzu sizi maraqlandırır? Kimi bizim verilişimizə qonaq görmək istəyirsiniz? Buyurun, biz sizin xidmətinizdəyik. Hələlik. Hələlik.